Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində sizlərə şəxsi özü üçün tikilmiş bir mərtəbə, 3 otaqlı, böyük bir həcmli həyət evi göstərirəm. Tikilişi haqqında məlumat verim. Sona qədər cüt daşlandı. Pəncərələrin üstündən beton kəməri gedir. Hamam otaqları, ayaq yolusu ayrı-ayrıdır evin içində. Ümumi evimiz 4 sotdadır. Amma faktiki sənəddə 2 sotdadır. Yəni bu hissəsi sənəddə deyil. Pod obyekt evdir, yəni lazım olsa gələcəkdə bu hissədə obyektə tikmək olar. Bu hissəsinə əlavə köməkçi ərazisi var. Lazım olsa alıcı bu hissəyə gələcəkdə böyük bir üst örtüyü olan naves də yığa bilər. Yerdən kürsülüdür, 4 tərəfindən də hərəkət eləmək olur. Evin təmiri əladır. Bir dənə görüləsi evin üzüdür, üz rəngi. Və belə ümumi yandan görünüşünü göstərirəm. Damı da bahalı kerapitsa şiferdən yığılıb. 20 il zəmanəti var. Kerapitsa şiferin üst örtüyünü göstərə bilərik. Və üstdən də gül formasındadır damı. Həyəti bu qaydada. Oturtturma yeri var. Kürsüdür, giriş qapısıdır. Burada meyvə ağaclarıdır. Gülləridir. Zirzəmiyə girişdir. Bu zirzəminin olması önəmlidir. Evin arxasına belə bir yerdə qoyulub. Kombisinə kimi var. Yapon əzgilinə kimi var. Və belə bu formada. Qiymət 139.000 manatdır. Sona qədər izləsiz evin içində olan şəraiti göstərəcəm. Əl damıdır. Gördüyünüz kimi balon banka bura yığılır. Evin 24 saat suyu var. 24 saat suyu var. Evin 24 saat suyu var. Və ən əsas məsələ odur ki, bu hissəsi obyektə yararlıdır. Yol boyusu 20 metrdir. Gələcəkdə bu hissədə obyekt tikmək olar və yaxud da ki, evi söküb obyektə tikmək olar. Masazada prospekt yola yaxındır. Bura gedişli, gəlişli bir yerdir. Tələbatlı bir yerdir. Və keçək evin son şərait hissələri tam şəkildə göstərim. Evin içərisinə daxil olmuşuq. Döşəmə taxtadır. Qonaq otağını göstərəcəm. Qonaq otağının giriş hissəsidir. Gördüyünüz mebellərin hamısı götürüləcək. Hər hansı bir mebel alıcının istəyinə uyğun olsa, pul müqabilində saxlamaq olar. Qonaq otağı gördüyünüz kimi 3 ədəd pəncərə iləndir. Qonaq otağında qalacaq. El adəti ilə belə bir söz deyilir. Evin çırağı. Bu bahalı lüstrümüz qalacaq. İşıqlı evdir. Şəxsi tikilidir. Bir daha vurğuluyorum. Evin sona qədər cüt daşla tikilib. Bu kondisioner də qalacaq. Və evin pəncərələrin üstündə tam şəkildə dairəvi beton kəmərdən istifadə olunub. 129.000 manatlı qiymət, 129.000 manata təklif olunur, nağd satılır. Mətbəxdə də götürüləcək paltar yanına soyulucu. Lazım olsa pul müqabilində onu da saxlamaq olar. Hamam otaqlarını göstərəcəm sizlərə. Ayrı-ayrıdır. Evin kombisi var, işlək. Bu hamam otağıdır. Tam təmirdir. Yerləşməsi çox gözəldir. Masazırın prospekt yoluna çox yaxındır. Ərazisi elədir ki, bu evin qabağında obyektə tikmək olar və yaxud da bu evi söküb yerində böyük bir həcmli obyektə tikmək olar. Yəni Masazda prospekt yolu üstündə deyil, prospekt yolunun ümumi arası belə götürsək bir 100 metr arası var. Burada yataq otaqları qalıb. Onu da göstərim sizlərə. 129.000 manat. Kanalımıza abunə olun. Şərh bölməsində şərhlərinizi qeyd edin. Bu gördüyünüz yataq dəsti götürüləcək. Bir daha vururum. Evdə qalacaq. Kombisi evdə qalacaq. Soyutma sistemi, kondisioneri, mətbəxi. Mətbəx tam şəkildə qalır. Xaladenklə paltaryan çıxacaq. Bir də qonaq otağında qalacaq lüstrü. O da bahalı lüstrü. Və keçək sonuncu göstərəcəyim yer sonuncu yataq otağı, 3-cü otaqdır. Ev ümumi 3 otaqdır. Otağı gördüyünüz kimi axırıncı otaqda böyükdür, işıqlıdır. Ev çox səliqəli və keyfiyyətli tikilmiş bir evdir. Qasırmağına dəyməz, qiymət 129.000 manat. Kanalımıza abunə olun. Şərh bölməsində şərhlərinizi qeyd etməyi də unutmayın.